Bizə oğlumun xəstə olduğu barədə məlumat veriləndən sonra hospitala getdik. Xəstəliyini də məhz orada öyrəndik. Bu barədə Müsavat.com-a mərhum əsgər 21 yaşlı Əli Cəfərovun atası Gəncə Dövlət Dram Teatrının rəssamı Vahab Cəhvərov bildirib. Oğlumu yalnız kənardan göstərdilər, ağır vəziyyətdə idi. 4 gün sonra isə onu itirdik. Təəssüf ki, həmin vaxt Əli ilə danışa bilmədim deyə ata əlavə edib. Məlumata görə Əli Cəfərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsinin məzunu olub. O, Beyləqan rayonunda yerləşən en saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçirmiş. 5 ay əvvəl hərbi xidmətə çağırılan gənc əskər dekabrın 15-i Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında pnevmoniyadan vəfat edib. Əlinin nəşi dekabrın 17-si Gəncəyə gətirilərək torpağa tapşırılıb. Atasının sözlərinə görə ailə oğlunu sonuncu dəfə məhz hospitalda görüb, lakin onun vəziyyəti kritik olduğundan ünsiyyət qurmaq mümkün olmuyor. Hərbi prokurorluğun yaydığı rəsmi məlumata əsasən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əskər Əli Vahaboğlu Cəfərovun xəstəlik səbəbindən müalicə aldığı hospitalda vəfat etməsi faktı üzrə Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri həyata keçirilir. Ölümün səbəbinin dəqiq müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib. Faktla bağlı araşdırma hazırda davam etdirilir.